Bugünkü dərsimiz olacaq çoxhədlinin vuruqlara ayrılması. Biz bu dərsdə birinci müxtəsər vurma düsturları ilə tanış olmalıyıq. Birinci, iki ifadənin cəminin kvadratı, yəni A üstəgəl B-nin kvadratı bərabərdir. A-nın kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. Birinci rahat yol odur ki, ucları kvadrata qaldırırsınız və onları bir-birinə vurub 2-yə vurursunuz. İkinci rahat üsulu, məsələn, A üstəgəl B-nin kvadratıdır. Müxtəsər vurma düsturda yadınızdan çıxıbsa, onda siz bunu A üstəgəl B-nin kvadratı olduğuna görə A üstəgəl B vur A üstəgəl B kimi yaza bilərsiniz. A-nı A-ya vuranda A üstü 2, çünki əsaslar eynidir, üstlər toplanır. A-nı B-yə vuranda AB, B-ni A-ya vuranda yenə AB, B-ni B-yə vuranda B üstü 2 yaranır. Burada A üstü 2 ilə B üstü 2 qalır. AB ilə AB oxşar hədlər olduğuna görə onları 2AB kimi yazıram. Yəni bu düstur buradan yaranır. Məsələn, bir nümunə göstərək. 3x üstəgəl 4y-in kvadratı. Birinci rahat yolu bunları nə edirik? Ucları kvadrata qaldırıram. 3-ün və x-in kvadratı eləyir 9, x üstü 2. 4 ilə y-in də kvadratı eləyir 16, y üstü 2. Üstəgəl işarələrini qoyuruq və bunları bir-birinə vururuq. 3, 4 eləyir 12xy, bir də düsturdakı 2-yə vururuq, eləyir 24xy. Birdən ikinci ifadədə A çıx B-nin kvadratı, yəni iki ifadənin fərqinin kvadratı olsaydı, yenə bu eyni şey olacaqdı. Sadəcə burada 2AB-nin qarşısında mənfi olacaqdı. Deməli, bu düsturda əgər mənfi olsa, bir dənə burada mənfi olacaq. Keçək indi digər düsturumuza baxaq. Üçüncü düsturumuz iki ifadənin kvadratının fərqidir. Yəni, A kvadrat çıx B kvadratı bərabərdir. A çıx B, A üstəgəl B. Bu sual 9-unda, 11-ci sinifində buraxılış imtahanına demək olar ki, hər il düşən sualdır. Həmçinin bloka da düşür. Yəni, bu necə asant bir yolla izah edə bilərik? Məsələn, tutaq ki, verib bizə 144x üstü 6 çıx 576 y üstü 4, yanında da bir dənə c üstü 8 olsun. Belə misallarda ümumiyyətlə iki ifadənin üstündə cüt dərəcələr varsa və aralarında fərq varsa, buna çıxma üstə gəlmə düsturunu tətbiq edirik. Yəni, birinci 144-dən kök alırıq. Bu 12-nin köküdür. X üstü 6-dan da kök almaq üçün kvadratın dərəcəsi 2 olduğuna görə 2-yə bölürük, eləyir x-in kubu. Çıx, 576-nın kökü 24-dür. Y üstü 4-dür, 2-yə bölürəm, eləyir 2. C-nin üstü 8-dir, 2-yə bölürəm, eləyir 4. Bir dəfə bunu yazırıq, bir dəfə də həmin bu mötərizənin üstəgəlini yazırıq. Sonra baxaq digər müxtəsər vurma düsturuna. Artıq dördüncüdür. İndi iki ifadənin cəminin kubuna baxaq. Bayaq kvadratına baxdıq. İndi kubuna baxırıq. Deməli, nə edirsiniz? Əvvəlcə açılışını yazaq. A-nın kubu, B-nin kubu, 3A kvadrat B, 3AB kvadrat. Bir dəfə bunları kuba qaldırırsınız. Kvadratdakı kimi eyni. Bir dəfə də nə edirik? Birincini kvadrata qaldırıb ikinciyə vurub dərəcə 3 olduğuna görə 3-ə vururuq. İkinci halda isə ikincini kvadrata qaldırıb birinciyə vurub dərəcə 3 olduğuna görə 3-ə vururuq. Kvadratda isə dərəcə 2 olduğuna görə buranı 2-yə vururduq. İndi məsələn tutaq ki, belə bir şey verib. 2x üstü 5 üstə gəl olsun 4 y üstü 3. Kubu. Demək, nə edirik? Bir dəfə bunları kuba qaldırırıq. 2-nin kubu eləyir 8, x-in üstü 5-i kuba qaldıranda, yəni 3-ə vururuq, olur 15. 4-ü kuba qaldırırıq, 64. Y üstü 3-ü kuba qaldıranda 3-ü 3-ə vururuq, eləyir 9. İndi nə edirik? Birincini kvadrata qaldırırıq, olur 4, x üstü 10. İkincinin özünə vururuq, 4, y üstü 3. Bir də dərəcə 3 olduğuna görə 3-ə vururuq. 3 vur, 4 vur, 4 eləyir 48, x üstü 10, y üstü 3. Üstə gəl. Bu səfər isə bunu kvadrata qaldırırıq. Olur 16, y üstü 6. Bunu saxlayırıq 2, x üstü 5. Dərəcədəki 3-ə vururuq. 16 vur 2 vur 3 eləyir 96, x üstü 5, y üstü 6. Misal oldu bu formada. Digər müxtəsər vurma düsturunda 5-də isə eyni yenə bu düsturdur. Sadəcə orada iki ifadənin fərqinin kubudur. Yəni, əgər burada çıxma varsa, birinci üstə gəlin, bir də axırıncı üstə gəlin çıxma ilə əvəz olunur. İndi baxaq 6-cı müxtəsər vurma düsturu iki ifadənin kubunun cəmi. Yəni, A-nın kubu üstə gəl B-nin kubu. Əvvəlcə açılışını yazırıq. A üstə gəl B, A kvadratı çıx A vur B, üstə gəl B-nin kvadratı. Və bir dənə də nümunə yazaq. 64, x üstü 6, üstə gəl 27, y üstü olsun 15.
İndi baxın görün. Bax burada necə ki bayaqları A-nın kvadratı çıx B-nin kvadratında kök almırdıq. Burada A-nın kubu ilə üstəgəl B-nin kubunda mötərizə olmadığına görə kub alırıq. 64-ün nəyin kubudur? 4-ün. X üstü 6-dan kök almaq istəyirəmsə kub olduğuna görə 3-ə bölürəm, eləyir x üstü 2. Üstəgəl 27 3-ün kubudur. Y üstü 15-dən kubdan kök almaq istədiyimə görə 3-ə bölürəm, eləyir y üstü 5. Digər mötərizədə nə edirəm? A-nın kvadratı, yəni birincini kvadrata qaldırıram. Olur 16, x-in üstü 4. Çıx, AB, yəni bunları bir-birinə vururam. 12, x üstü 2, y üstü 5. Üstəgəl ikincinin kvadratı qaldırıram. 9, y üstü 10. Digərində isə 7-ci sualda bu ifadələrin fərqidir. Burada çıxma olanda bir dənə bu çıxma ilə əvəz olunur, bu isə elə üstəgəl olur, bu da üstəgəl kimi qalır. Demək nə baş verir? Bir dənə üstəgəl olanda bu üstəgəl, bu çıxma olur, çıxma olanda isə bu çıxma, bu üstəgəl mi olur? Qalan heç bir dəyişiklik baş vermir. Və bundan əlavə 2 dənə əzbər öyrənəcəyimiz hər il imtahanda düşən düstur alınma düsturlarıdır. Yəni A-nın kvadratı üstəgəl B-nin kvadratını tapmaq üçün A üstəgəl B-nin kvadratından 2AB-ni çıxmalıyam. Və yaxud da A-nın kvadratı üstəgəl B-nin kvadratını tapmaq üçün A çıx B-nin kvadratının üstünə 2AB-ni gəlməliyəm. Niyə? Bunu açanda A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat olur. Həmin üstəgəl 2AB ilə çıx 2AB islah getsin deyə. Burada da çıx 2AB olur. Üstəgəl yazırıq ki, həmin 2AB-lər islah getsin. Deməli, imtahanda düşən belə bir sual var. Gəlin sualların izahlarına baxaq. Deyir, belə bir üçədli verilib və onun vurğularından biri x çıx 2 olarsa, buradan A-nı tapın. Demək, əgər burada kvadrat varsa, demək bunun 2 dənə kökü var. Yəni 2 dənə mötərizə olmalıdır. Və kökü x-dırsa, biri x çıx 2-dirsə, digər kökünü bilmirəm. Yazım ki, x çıx b, məsələn. Düzdürmü? İndi mən bunu vurum, açım. Olacaq, x-i x-ə vuracam, x-in kvadratı, mənfi 2-ni x-ə vuracam, mənfi 2x, mənfi b-ni x-ə vuracam, mənfi bx, üstəgəl, mənfi 2-ni mənfi b-yə vuracam, olacaq 2b. Biraz daha sadələşdirirəm. X-in kvadratı ilə 2b-ni saxlayıram. İkisinin də yanında x var. Çıxartıram mənfi x-i çölə. Ya da mənfini çıxartmayaq, müsbətə çıxartaq. Fərqi yoxdur. Çıxartdım. Burada nə qaldı? Mənfi 2, burada qaldı mənfi b. Üstəgəl. İndi bax, diqqətlə baxın. X-in kvadratına x-in kvadratı uyğundur. Müsbət x-ə müsbət x uyğundur və x-in əmsalı yoxdur. Düzdürmü? Yəni 1-dir də. X-in əmsalı 1-dirsə mən bunu 1-ə bərabər edirəm. Mənfi 2 çıx b bərabərdir 1-ə. Buradan da mənfi 2 ilə nə edirəm? Mənfi b-ni saxlayaram. Mənfi 2 bu yana keçər. Olar 1 üstəgəl 2. B də bərabərdir. 1-in üstünə 2 gələndə 3. Mənfi də qabağına keçər. Olar mənfi 3. Düzdürmü? İndi mən buradan nə edirəm? Bizdən buradan A-nı istəyir də. Yəni bax bunu. Çıx, A var burada. Düzdürmü? Mənfi A-nın da yerində bizdə nə durub? Müsbət 2b durub. Müsbət 2b durub. Mənfi A bərabərdir. Biz B-ni nə tapdıq? Mənfi 3. 2-ni mənfi 3-ə vurdum. Elədi mənfi 6. Buradakı mənfilər ixtisar getdi. A-nın qiyməti elədi 6. Tez-tez imtahana düşən sual tipidir. Misalın şərtində deyir ki, bu ifadəyə hansı bir hədlini əlavə etsək, 2 hədlinin kvadratı alınır. İndi deməli nəyə qulaq asırsınız? 9a kvadratı deyil mi? Bunu yazaram 3a-nın kvadratı kimi. 4b-ni də yazaram 2b-nin kvadratı kimi. 3 dənəli olan a üstəgəl b-nin kvadrat düsturudur. Düzdürmü? Birinci ilə ikincinin kvadrata qaldırırdıq. Ortada isə bunları bir-birinə vurub bir də 2-yə vururduq. 3a-nı 2b-yə vurdum 6ab. Bir də 2-yə vururam olur 12ab. 6ab idi oldu 12ab. Nə əlavə elədim? 6 dənə ab əlavə elədim. Bizə belə bir ifadə verib deyir vurğulara ayır. Mən birinci bu ikisinə baxıram ki, ikisi də 20-yə bölünür. İkisinin də yanında C var. Çıxartdım. 40-ı 20-yə böləndə qaldı 2, bir dənə də B. Çıx, 20 getdi, C getdi, qaldı A. Keçdim digər bu ikisinə. Bunların ikisi də bölünür 4-ə və ikisinin də yanında Y var. Qaldı 2, B, çıx, A. İkisində də 2B çıx A yarandı. 2B çıx A-nı çıxartdım çölə. Qaldı 20C plus 4Y. A çıx B-ni 2 verib, A vur B-ni 3 verib və A kvadrat plus B kvadratını istəyirsə, demək, bura tətbiq eləyəcəyim alınma düsturudur. Çıxmanı verib deyə mötərizədə çıxma yazıram. A çıx B-nin kvadratı və bura çıxma yazdığıma görə üstəgəl 2AB yazıram. A çıx B-nin yerinə 2 qoyuram, kvadratı eləyir 4. Üstəgəl AB-nin yerinə də 3 qoyuram, 2-yə vururam, olur 6. Cavab eləyir 10. Belə bir ifadə verilib.
Deyir ki, bərabərdir A vurulsun x plus 3-ə. Mən birinci bunun köklərini tapdım ki, diskriminantı 25, x1-i -3, x2-si 2-də 1-dir. -3 mənfi olduğuna görə x plus 3 yazıram. Yenə -2-də 1 olduğuna görə plus 2-də 1 kimi yazıram. X plus 3 zaten var idi. Bizdən soruşduğu da budur. Təbii ki, bunun cavabını bu formada verməyəcək. Sizə rahat yolunu deyirəm. 2-ni x-ə vurursunuz. 2x plus 1. Demək, ikinci tərəfdəki çoxadlı isə bu formada imiş.